Bilmək olar, niyə sizlə getməliyəm? Rəfiqə xanımın ölümü ilə əlaqəlidir. Qəza da sizin şirkətdə baş verib. Kamera görüntüləri isə silinib. Xəstəxanaya da siz və Cahangir Vəliyev aparın. Başqası vurmuşdu axı. Qızım, sən narahat olma. Narahat olma. Gedək, gedək. Mən dedim ki, axır əvvəl hər şey ortalığa çıxacaq. Yəni, haqq ədalət öz yerini tapacaq da. Taparlar da inşallah. Günahkar taparlar. Getmirik Seyranın yanına. Sonra gedərik. Nə deyirəm, yaxşı.